Hollywood söz söhbətləri. David və Victoria Beckhamlar ailə həyatlarında dəyişikliklər edirlər. Söhbət gəzir ki, onlar həqiqətən də müntəzəm olaraq bərabər yoga ilə məşğul olurlar və bu məşğələ onlara vaxtlarını daha çox bərabər keçirməyə fürsət verib. Russell Crowe aktyorluğu sevə bilər, lakin filmlərini reklam etməyə nifrət edir. The Next 3 Days filminin ulduzu deyir ki, o şöhrətli həyat yaşamağa dözür, lakin kiməsə işgəncə vermək istəsə, həmən adamı öz müsahibə görüşlərindən keçirər. Aktrisa Malin Akerman keçmişdə bir vaxt Jennifer Anistondan xoşu gəldiyini etiraf edir. Onunla bərabər yeni Wanderlust filmində çəkiləndən sonra Akerman Anistonun hər bir oğlanın arzuladığı qadın olduğunu deyərək onunla yaxın rəfiq olmaq istədiyini bildirib. Taylor Swift ilk dəfə olaraq tənha yaşadığını və azadlıqdan zövq aldığını deyir. Öz karyerasının başlayandan bəri müğənni $2 milyon penthouse evdə tənha yaşayır və bu azadlıqdan həzz alır. Scott Disick diqqət mərkəzində olmağı xoşlaya bilər. Amma deyilənə görə o, Kourtney Kardashian və 11 yaşlı oğlu Masonun reality şoularda iştirakına son qoyulmasını da istəyir. Disick'in fikrincə, belə şoular onun oğlunun normal həyat tərzi keçirməsinə mane olacaq. Washingtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.